Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub. PMD Projects şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, məscidin ümumi sahəsi 1530 kvadrat metrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. 2 mərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq. Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun tarixi, dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.